Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat paylaşıb. Xəbərə görə 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi inflyasiya göstəricisi 2024-cü ilin mart ayına nisbətən 5,9%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,5%, qeyri-qida məhsulları üzrə 2,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,5% artıb. 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6%, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6% yüksəlib. İqtisadçı ekspert Natiq Cəfərli referans və açıqlamasında inflyasiya artımının Azərbaycanda qiymətlərə necə təsir edəcəyindən bildirib. Azərbaycanda qiymət artımının obyektiv və subyektiv səbəbləri var. Ərzaq inflyasiyasının rəsmi rəqəmlərdə də artmasını gündəlik həyatımızda hər gün müşahidə edirik. Hətta gündəlik həyatımızda hiss edilən qiymət artımı rəsmi inflyasiya rəqəmindən daha yüksəkdir. Rəsmi inflyasiyada bir çox mal və xidmətlərin qiymət dəyişimi nəzərə alınır, ancaq əhali təxminən 30 adda gündəlik tələbat məhsullarının alış-verişini daha çox həyata keçirir ki, onların qiymətləri daha çox artır. Ekspert deyib ki, ölkədə qiymət artımının obyektiv səbəbi mövsümlə əlaqədardır. Azərbaycan həmişə təxminən yanvar ayından başlayaraq may ayına qədər yerli məhsulların bazardan çıxması kənd təsərrüfatı sahəsində əsasən qiymətlərin artımına səbəb olur. Sonrakı dövrdə isə müəyyən sabitləşmə, balanslaşma müşahidə olunur. Bunun subyektiv səbəbi isə idxaldan çox asılı olmağımızdır. Xaricdə baş verən qiymət dəyişiklikləri bizə təsir göstərir. Azərbaycanda istehsalı artıra bilmirik və rəqabətli mühitlə bağlı problemlər çoxdur. Bütün bunlar qiymət artımında rol oynayan əsas amillərdəndir.